Bismillahirrahmanirrahim. Peyğəmbərlər Allahın yerdəki elçiləri, bəşəriyyəti doğru yola aparmaq üçün seçilmiş şəxslərdir. Onların məsumluğu, yəni günah işlərdən qorunmuşluğu İslam inancında böyük əhəmiyyət daşıyır. Xüsusilə də Şiə məzhəbinə görə bu vacib bir inanc prinsipidir. Əgər Peyğəmbər günah etsə, insanlara haqqı necə göstərə bilərdi? Əgər öz əməlində səhv etsə, onu təqlid edən insanlar da azğınlığa düşərdi. Bu isə Allahın hidayət məqsədinə ziddir. Quran-ı Kərimdə Allah Həzrəti Peyğəmbər barəsində buyurur: O öz istəyinə görə danışmaz, onun dedikləri ancaq vəhiydir. Bu ayə göstərir ki, Peyğəmbər salavatullah istəklərinə əsasən danışmır. Hər sözü Allahın vəhyidir. Bu isə onun bütövlükdə məsum olduğunu sübut edir. İmam Cəfər Sadiq əleyhissalam buyurur: Allah peyğəmbərləri və imamları seçəndə onları həm elm, həm də məsumluqla seçər. Onlar nə günah edərlər, nə də Allahın əmrinə qarşı çıxarlar. Yəni məsumluq yalnız günah etməmək deyil, bilərəkdən belə bir şeyə yaxınlaşmamaq, səhv qərar verməmək və vəhyə tam itaət etməkdir. İmam Əli əleyhissalam isə belə buyurur: Rəhbərin düzgün olması ilə xalq da doğru yolda olar. Peyğəmbər rəhbərdir. Əgər o öz yolunda azsa, ümmət də azacaq. Bu səbəbdən Allah peyğəmbərləri xüsusi qoruma altına almışdır. Peyğəmbərlərin məsumluğu sadəcə dini inanc deyil, ilahi rəhbərliyin əsas şərtidir. Onlar Allahın əmri ilə danışar, onun icazəsi ilə hərəkət edər və insanlara haqqı göstərərlər.